Salam, xoş gördük hər birinizi. Növbət çəkilişə qarşınızdayıq. Bugün qonağım tələbəmiz Dənizdir. Xoş gördük Dəniz. Xoş gördük, çox sağ olun. Zəhmət olmasa özün haqqında qısa məlumat ver. Məktəb təhsilin və indi universitet təhsilinə bağlı sonra davam eləyək. Mən Şəki şəhər Kimya Biologiya təmayüllü liseyin məzunuyam. 7-ci sinifdən başlayaraq orada təhsil almışam. Elə aşağı siniflərdən əsasən riyaziyyat kimi dəqiq elmlərə marağım olub və bununla birgə həm də tibb elmlərinə qarşı da aşağı yaşdan bir marağım var idi. Bu müddət ərzində riyaziyyat olimpiadaları ilə, intellektual oyunlarla, musiqi ilə və sair məşğul olmuşam və yenə Amerika, İngiltərə kimi bir neçə ölkələrdə universitetlərə müraciət prosesi olub və sonda Amerikan Kolumbiya Universitetində biotibbi mühəndisi ixtisası üzrə təhsilimi davam etdirməyə qərar vermişəm və bugün yəni hazırda birinci ili bitirmişəm belə deyək. Əla. Biz Kolumbiyaya gələcəyik. Top 10-a qəbul təcrübəsi və top 10-da oxuma ilk ilinə gələcəyik. Amma mən istəyirəm ki, bizi regionlardan izləyən tələbələr, validlər üçün 6-ya qədər harda oxumusan? Qısa oradan məlumat ver. Və 7-ci sinifdən etibarən elədiyin fəaliyyətlər, dediyin musiqi, intellektual oyunlar, fən yarışları belə deyək. O təcrübəndən biraz başlayaq. Mən 7-ci sinifə qədər Şəkidə yenə 5 nömrəli tam orta məktəbdə təhsil almışam. Daha sonra 7-ci sinifdə, yəni mən 2019-cu ildə mən 7-ci sinifə başlayanda regionlarda burada olan əsas fizika, riyaziyyat təmayüllü liseyin və kimya biologiya təmayüllü liseyin filialı olacaq şəkildə 4 lisey açıldı. Belə bir layihə başladıldı. Və mən də Şəkidə açılan kimya biologiya təmayüllü liseyə yəni qəbul imtahanına daxil oldum və yəni orada ilk başlayan 150-yə yaxın şagirddən biri olaraq oxumağa başladım. Yəni aşağı yaşlardan 3-cü sinifdən hardasa orta məktəbdə 3-cü sinif olarkən piano təhsil almağa başladım musiqi məktəbində və 7 illik bir piano təhsilim var. Oradan məzun oldum 7-nin sonunda. Bundan əlavə 8-9-cu siniflərdə əsas riyaziyyat olimpiadaları ilə məşğul olmuşam. Daha sonra 10-11-də də yəni bunu müəyyən səviyyəyə qədər davam etdirməyə çalışmışdım. Və intellektual oyunlarla yenə 8-9-cu siniflərdən məşğul olmağa başlamışıq. Orada məktəbi və regionu müxtəlif yarışlarda təmsil etmişik. Ölkə birincilikləri, ikincilikləri və s. qazanmışıq. Bu hətta son illərdə yarışlar təşkil etməyə də çevrildi. Məktəbin həm də regional təhsil şöbəsinin dəstəyi ilə birgə. Belə, yəni araşdırma işləri də var idi. Əsas məşğul olduğum tibb, biotib sahə ilə bağlı, yəni əsas 2 araşdırma işim var idi. Biri sabah nalinlərində də finalda 2 dəfə təmsil etmişdik. Mən istəyirəm ki, bu qədər fərqli fəaliyyətlə məşğul olmağın həm biraz çətinliyi, həm də biraz nə tip səncə xeyri oldu, necə eləyə bildin? Çünki normalda musiqi ilə davam edən əksərən musiqi ilə davam eləyir, fən yarışları ilə davam edən fən yarışları ilə, nə bilim, intellektual oyunlar. Amma sən həm də bu yəqin ki, davamında danışacağımız universitet müraciətində də o rəngarənglik kömək elədi. Amma ümumiyyətlə aşağı siniflərdə necə bunu bir neçə belə deyək də qarpuzu eyni vaxtda tuta bilirdin? Ondan biraz danış. Əslində mən deyirəm ki, yəni eyni anda yəni bir neçə şeylə çox məşğul ola bilmirdim belə deyək. Yəni bu həm vaxtca hətta mümkünsüz, yəni mümkünsüz deməyək, amma çox daha böyük bir məncə ambisiya belə tələb edən bir şeydir. Amma yəni ümumiyyətlə aşağı yaşlardan həmişə fərqli şeylərə marağım olub. Yəni ixtisasımı yönəlim neçə dəfə dəyişmişəm və s. Yəni bunlar hələ indiyə qədər gətirib çıxartdıqlarımdır. Bundan bir yerdə rəqs də var idi, rəsm də var idi ki, ikisində də çox uğursuz idim belə deyək. Yəni həm ailə dəstəyi var idi burada təbii ki. Yəni həm də yəni özüm yəni nə ailə tərəfindən, nə müəllimlərim tərəfindən elə bir baskıya uğramamışdım ki, deyək daha bir neçə şeyə fokuslanım ya bəzi şeyləri qıraqda qoyum, dərslərə fokuslanım. Adətən belə bir yanaşma yəni çox görülə bilər. Məncə yəni bir çox faydalar var əslində. Yəni fərqli perspektivlər qazanmaq, fərqli şeyləri yoxlaya bilmək və orada özünü sınaya bilmək, yəni həm məncə yəni şəxsiyyət olaraq şəxsiyyətə bir şey qatır, həm də ki yəni daha maraqlı bir həyat tərzi deyə fikirləşirəm. Amma bir tərəfdən də təbii ki, yaxşı idarə olunması lazım olan da bir yanaşmadır belə deyək ki. Yəni mən elə vaxtlar olurdu ki, yəni
ümumiyyətlə elə bir insan ki, bir şeyə müəyyən bir müddət ərzində həddən artıq çox fokuslanıram. Bəzi şeyləri qıraqda qoya bilirəm. Bəzən elə olur ki, mən birinci liseydən az qalsın atılmaq üzrə idim. Yəni çünki pianoya o qədər çox fokuslanmışdım ki, eyni ildə, yəni 2-3 il, ondan 2-3 il əvvəl pianoyu məsələn çox qıraqda saxlayıb başqa yəni rəsmlə məsələn çox fokuslanmağa çalışmışdım. O da yaxşı nəticə verməmişdi məsələn. Amma bu vaxt keçdikcə daha təcrübə qazandıqca o şeyi daha yaxşı idarə eləyə bilməyi öyrənirsiniz ən azından. Yəni vaxtın düzgün bölməsi aiddir buna və yaxud da yəni ətrafdan gələn dəstək də çox önəmlidir. Yəni belə deyə bilərəm. Qədim Yunanıstanda ümumiyyətlə məsələn riyaziyyat şagirdlərinin o vaxtı riyaziyyatın inkişaf etdirmək üçün musiqi ilə məşğul olmaqları deyə bir təcrübə var idi. Ona görə mənə elə gəlir ki, riyaziyyatı xoşlayan biri üçün piano ancaq kömək eləyə bilər. Biraz da istəyirəm riyaziyyat background-un barədə danışasan ki, riyaziyyata marağın necə formalaşdı, nələr elədin, hara qədər apara bilmişdin məktəb dövründə? Biraz o təcrübəni danış. Riyaziyyata marağım əslində aşağı yaşdan var idi, amma yəni 7-8-ci sinifə qədər bunu yəni çox ciddi bir şəkildə məşğul olmurdum. Amma yəni o vaxta qədər belə deyək, həm də ixtisas üçün də əsas tibbi fikirləşirdim, həkimlik və sair fikirləşirdim. Amma 8-9-cu sinifdə olimpiadalar hazırlaşmağa başladıq və yəni riyaziyyat fənnini seçmək istədim. Çünki ən maraqlı olduğum fənn o idi. Yəni oturub saatlarla oxuya bildiyim fənn o idi. Yəni belə bir hazırlıq prosesi başladı. 9-cu sinifdə Respublika fənn olimpiadalarından 1-ci medal qazana bildim. Və yəni o müddət ərzində bu qədər yəni riyaziyyatla yaxınlaşdıqca həm də qərar verdim ki, peşəmin də bir parçasına çevrilsin. Elə oldu, yəni riyaziyyat yəni önəmli bir hissəsinə çevrildi. Deyək ki, yəni günümün də, yəni ümumiyyətlə peşə seçimində və s. Daha sonra mən təbii ki, yəni olimpiadalarda məşğul olan bir çox şagirdlər əldə arzusudur ki, beynəlxalq olimpiadalarda da ölkəsini təmsil eləsin. Yəni bunu da çox istəyərdim. Yəni müəyyən səviyyədə beynəlxalq olimpiadalara hazırlıq dərsləri keçirir. Məsələn, Respublika fənn olimpiadalarında finala düşənlər və yaxud da medal qazanan şagirdlər arasında daha sonra seçim imtahanları və s. də keçirilir və elə 30-40 nəfərlik məsələn siniflər yaradılır və dərslər təşkil olunur Təhsil Nazirliyi tərəfindən. Və onlarda da iştirak eləmişdim, yəni 1 il ərzində, amma daha sonra təəssüf ki, yəni bir komandaya düşmək yəni alınmadı. Bu da məncə hardasa bəlkə vaxtı daha düzgün bölə bilməkdən də irəli gələ bilərdi. Yəni 10-11-ci sinifdə hələ də məsələn fikirləşirəm ki, bəlkə yəni istərdim ki, daha çox riyaziyyatla intensiv məşğul olum və yaxud da fokusumu ona yönəldim. Yəni bu şəkildə. Biraz da intellektual oyunlardan olan marağın, təcrübən, yarış təcrübən. Çünki mən istəyirəm ki, elə bil biz epizodları növbəti gələcəyimiz elədiyimiz böyük universitet listi, oradan gələn müsbət cavablar və ona elə bil o ailələrdə və tələbələrdə fikir formalaşsın deyə ona görə epizodlara toxuna gedək. Ona görə indi istəyirdim ki, biraz intellektual oyunlarla bağlı marağın, nə vaxtdan başlamadın oynamağa, hansı oyunlar, səncə nə qazandırdı? Çünki orada bu elə bil olimpiada elədir ki, biraz individual məsələdir. İntellektual oyunlar biraz daha komanda işidir. Mən oradakı o sənə qazandırdıqları, necə adaptasiya oldun? Biraz da piano individual işdir, intellektual oyunlar individual işdir, amma daha sonra olimpiadalar individual işdir, amma intellektual oyunlar daha komanda işidir. Biraz ona keçidin necə olduğunu, nələr elədiyinizi biraz da bölüş. İntellektual oyunları elə liseyə gedəndən 7-ci sinifdən, əsasən 8-ci sinifdən daha çox məşğul olmağa başladım. O da əslində yəni nə özümün tək səyi deyildi, nə də ki, yəni belə yəni müəllimlərimin təbii ki, dəstəyi var idi, amma yəni sırf müəllim yönləndirməsi də deyildi. Biz orada intellektual oyunlarda daha əvvəlcədən məşğul olan dostlarım var idi. Yəni onlar bir növ məni tanış elədilər intellektual oyunlarla. Biz daha sonra bir 6-7 nəfərlik qrupumuzla yəni sırf vaxt keçirmək üçün məsələn intellektual oyunlar oynamağa başladıq, onlarla məşğul olmağa başladıq. Bəzən efirdə olan oyunlar açıb özümüz oynayırdıq, yəni tapmağa çalışırdıq və s. Yəni bu yavaş-yavaş daha sonra yarışlarda iştirak eləməyə və s. çevrildi. Yəni dediyim kimi bu sadəcə bizim üçün yəni dərsdən kənar bir fəaliyyət kimi deyildi və yaxud da məktəb üçün elədiyimiz bir şey deyildi, həm də yəni öz dost çevrəmizdə məşğul olmağı çox xoşladığımız bir şey idi. Yəni yaxşı vaxt keçirirdik yəni onun sayəsində.
Və yəni daha çox şey öyrətdi bu mənə. Yəni komanda işini də öyrətdi. Bir çox fərqli perspektivlə yola getməyi və ya da yeni perspektivlər öyrənməyi və yeni insanlar tanımağı öyrətdi. Həm də ki, yəni intellektual oyunların elə bir struktur var ki, sizi yəni çox şey oxumağa təşviq eləyir, belə deyək. Yəni heç vaxt bilmirsiniz ki, hardan nə düşəcək. Yəni elə bir çox tərəfli olmağa. Və bir silabus yoxdur ki, ya bir mündəricat yoxdur və yaxud da bir müəyyən vasitələr yoxdur ki, oradan oxuyasınız. Yəni maraqlı olduğumuz şeyləri sadəcə oyun vasitəsilə daha əyləncəli bir şəkildə öyrənmək üçün, həm də müəyyən səviyyədə öyrətmək üçün də başqaları ilə də bu biliyi paylaşa bilmək üçün bir vasitədir. Daha sonra hətta bu, yəni bayaq da qeyd etdiyim kimi oyun təşkilinə çevrildi. Çünki biz yəni Bakı məktəblərində biraz daha geniş yayılıb, amma yenə o qədər də çox deyil. Xüsusilə də regionda, yəni bu təcrübə az idi. Və yəni digər dostlarım da səyi ilə birgə biz artıq məktəbdə öz məktəbimizdə bu oyunları təşkil etməyə başladıq ki, başqa yoldaşlar da bu oyunlara cəlb olunsun və yəni məktəbdə maraqlı bir yəni intellektual oyunlar mühiti yaransın deyə. Və yəni hətta ən sonunda bizim regional bir yarış keçirməyə də fürsətimiz oldu. Digər məktəblərdən, Şəkinin digər məktəblərindən qatılan bir çox şagird oldu. Yəni 200-ə yaxın hardasa. Yəni belə həm komanda işini, həm başqaları ilə biliyi bölüşməyi, həm onlardan öyrənməyi, yaşlarından öyrənməyi öyrətdi deyə bilərik. Əla. Girişdə bir neçə araşdırmanın olduğunu və onların biri ilə Sabahın alimlərində finala çıxdığınızda ifadə. Biraz o mövzuları necə tapdın? Tək idimi, birlikdə kimlərsə komanda yoldaşın mı var idi? Ümumiyyətlə biraz kontentin içinə girməyə kömək edə bilərsən ki, bir məktəb şagirdi hara qədər ideyanın tapılmasından finalda iştirakıya qədər olan bir yolu zəhmət olmasa o təcrübəni bölüşərdin. Əsas Sabahın alimlərində təqdim etdiyim layihə tibbi görüntüləmə cihazları üzrə və xüsusilə də xərçəngin yəni nisbətən yeni bir üsulla görüntülənməsini təklif edən bir layihə idi. Mən 10-cu sinifdə qərar vermişdim, yəni Sabahın alimlərinin layihə təqdim etməyə, amma yəni əvvəlcədən hardasa maraqlandığım bir sahə idi. Yəni xüsusilə də həm o riyaziyyatı, həm yəni tibbi özündə birləşdirdiyi üçün görüntüləmə cihazları xüsusilə də yəni olaraq da oxumağı öyrənməyi sevirdim. Həm də yəni evdən də gələn bir ənənədir. Hər iki valideyn də həkimdir, anam xüsusilə yəni tibbi görüntüləmə cihazları üzrə belə mütəxəssisdir. Yəni evdə tapdığım materialları da oxurdum, həm də yəni əlavə araşdırmalar etmək də xoşuma gəldi bu sahə üzrə. Yəni təsadüfən deməyək də daha doğrusu layihə belə deyək, kavitasiya fenomeni var. Yəni bir hadisəsi var. Bu yəni toxumalarda müəyyən dəyişikliklərə səbəb olan yəni fiziki prosesdir və bu zaman yəni toxumadan enerji ayrılır. Layihədə o idi ki, bu enerjini yəni görüntüləyə bilərək tutaraq belə deyək ki, bu enerji ölçülərək bir görüntüləmə üsulu yaradılsın. Xərçəng toxumaları da xüsusi olaraq bu hadisəyə daha normal toxumalardan daha fərqli şəkildə məruz qaldığı üçün yəni belə bir görüntüləmə üsulunu deyək ki, əsasını verə bilər deyə yəni bir hipotez var idi belə deyək. Yəni, düz anlayıram ki, biraz daha elə bil mənim kimi çox da belə biologiya, kimya background olmayanlar üçün başqa bir görüntüləmə yolu ilə başqa bir şəklini çəkər, belə deyək, xərçəngin təşxis olunması mı? Yəni müəyyən olunması metodunu təklif edir. Yəni hələ çox əksiklikləri var. Yəni Sabahın alimlərini təqdim edəndə də yəni müəyyən qədər iş var idi görüləcək. Çünki yəni çox dərin bir sahədir. Yəni görüntüləmə cihazları, xüsusi xərçəng diaqnostikası və s. Amma yəni o layihəyə gəlmə prosesi belə oldu ki, əvvəl oxuduğum, maraqlandığım bir şey idi. Həm də layihəyə Sabahın alimlərinə yaxınlaşdıqca biraz daha oturub, yəni məsələn 1-2 aylıq bir proses var idi ki, yəni sırf ədəbiyyat oxumasaydım, o sahədə olan əvvəlki araşdırmaları və yaxud da indi olan sahələri və s. araşdırırdım. PubMed-dən falan oxurdunuz, bəli, yəni tapa bildiyim hər şeydən belə deyək ki. Yəni iki fərqli şeyi, məsələn oxuduğum şeyi, bir xərçəng diaqnostikası, bir kavitasiya hadisəsi, yəni bəzən oxuduqca, yəni analoqlar qurmağa çalışdıqca və yaxud da əlaqələr qurmağa çalışdıqca, analogiyalar qurmağa, əlaqələr qurmağa çalışdıqca
yəni belə bir fikir sonda ortaya alınmış oldu. Yəni düz yəni həmişə məncə bulanıq olur çox fikir necə ortaya çıxır deyə ya da necə çox layihə necə ortaya çıxır deyə, amma yəni belə bir iki nöqtələr bir yerdə birləşir də. Yəni 1-2 aylıq bir intensiv oxuma prosesi var idi amma sırf. Digər ikinci layihəniz nə idi? Digər əsas layihə mən 1 illik bir klinik laboratoriyada təcrübə eləmək fürsətim olmuşdu. Yəni orada o daha çox review layihə idi, belə deyək, yəni olan deyək işlərin üzərində qurulmuş bir məqalə idi, belə deyək ki, xüsusi bir sindromun, yəni Netherton sindromu adlı bir sindromun, yəni deyək ki, insanda yaratdığı fiziki deformasiyaları və ya da fiziki dəyişiklikləri araşdıran bir review layihə idi. Yəni onu da təqdim etmişdim universitetə. Burada yəni olduğum klinik laboratoriyanın rəhbəri də Günay Əliyeva da yəni çox köməklik göstərmişdi. Yəni bu layihənin olmasında belə deyək. Anladım. Və bu elə bir müxtəlif fəaliyyətlərlə məşğul olaraq gəldiniz yuxarı siniflərə. Hansı nöqtədə qərar verdiniz ki, siz və ailəniz ki, xaricdə oxumaq istəyirsiniz? Ümumiyyətlə bu xaricdə oxumaq, Amerikada oxumaq istəyimi deyim, həvəsimi deyim, nə vaxt formalaşdı, necə oldu ki, artıq plan halına keçdi və buna gedən yolda artıq keçib yığdığınız ballara və davam edək. Əslində aşağı siniflərdən var idi. Hardasa 6-7-ci siniflərdə, 7-ci sinifdən daha çox belə deyək, yəni biraz təsadüf əsərdə başlamışdı. Mən bir film görmüşdüm. O Cambridge Universitetində tələbəliklər olan bir fizik haqqında danışırdı. Məşhur bir filmdir. Yəqin çoxları bilər. Oradan sonra belə bir Cambridge Oxford. O filmi də deyə bilərsiniz, maraqlı olanlar baxsın. Adını The Theory of Everything olmalıdır məncə. Stephen Hawking haqqında danışan filmdir. Yəni ondan sonra belə bir Cambridge Oxford xəyalı var idi təbii ki. Yəni getdikcə 8-ci sinifə falan yaxınlaşdıqca, yəni o vaxtlar dediyim kimi tibb istəyirdim həm də. İngiltərədə tibb oxumaq qərarı oldu. Yəni o mərhələdə çox fikirləşdim ki, məsələn, görəsən axı İngiltərədə adətən 12 illik təhsil tələb olunur və xüsusilə də tibb üçün 18 yaşdan yuxarı bir tələb var ki, yəni bir tələbə başlayanda ən az 18 yaşında olmalıdır. Onun üçün fikirləşirdim ki, görsən son 2 ilimi ya bir neçə ilimi məsələn İngiltərə məktəbindəmi oxuyum məsəl deyə. Amma sonra riyaziyyatla belə daha çox riyaziyyata yaxınlaşmağa başladım. Qərar verdim ki, o da yəni peşəmin bir sahəsinə çevrilsin. Elə olub yəni yavaş-yavaş bunları necə birləşdirə bilərəm deyə fikirləşdim və yəni biraz da maraqlanandan sonra gördük ki, Amerikada yəni təbii ki də İngiltərədə də bu interdisiplinary dediyimiz, yəni sahələr arası əlaqələrin çox olduğu ixtisasları da yəni çox yaxşı səviyyədə oxumaq mümkündür və ya da başqa ölkələrdə də. Amma Amerikan təhsil sistemində məncə belə bir daha tələbəyə sərbəstlik verilir. Əvvəla yəni ilk məsələn 1-2 ildə birinci ilin sonuna qədər və ya ikinci ilin sonuna qədər bir çox universitetdə sizdən ixtisasınızı dəqiq müəyyənləşdirməyiniz tələb olunmur. Belə deyək, yəni indi yəqin ki hazırlıq prosesində o nöqtələrə də yəni toxunasınız, amma müraciət prosesinə gələndə yəni bir sözlə gördüm ki, yəni Amerikada bu tip imkanlar daha genişdir, həm də digər tərəfdən araşdırma imkanları da və yaxud da yeni bir layihələrə başlayanda da yəni dəstək tapmaq həm maddi cəhətdən və s. də yəni daha geniş fürsətlər var deyə. Yəni bu şəkildə Amerikaya daha çox yönəlməyə başladım və artıq 10-cu sinifdə ixtisasım da biotibb mühəndisliyi qərarlaşdırandan sonra yəni əsas Amerika olmaqla yəni universitetlərə artıq müraciət etməyə qərar verdim. Deyək 9-cu sinifdə hardasa 9-cu sinifin sonlarında, 10-cu sinifin əvvəlində bu yəni plan halına dönüşdü belə deyək ki. Mənim maraqlıdır ki, o tibbdən biokimya, biotibbə keçidi də bir dənə izah eləyərdiniz ki, necə oldu ki 7-8 il hətta bəlkə 9 il tibb marağı olan bir nöqtədən olaylar bir anda riyaziyyatın da biraz işin içinə girməklə biokimyaya, biotibbə, yəni ora necə yönəldi? Əslində çox yəni qarışıq bir dövr idi. Yəni əslində hələ də mən 11-ci sinifin sonuna qədər, 11-ci sinifin ortalarına qədər hələ də digər seçimlər də dururdu. Yəni məsələn İngiltərədə bir neçə tibbə də müraciət etmişdim, İngiltərədə bir neçə məktəbə və s. Daha doğrusu yəni tibblə bağlı sahələrə, daha doğrusu belə deyək, sırf tibb olmasa da. Yəni
belə deyək, hətta mən esselerimdə də bundan danışmışdım ki, yəni aşağı yaşdan valideynlərin də həkim olması ilə ətrafdan da belə hər halda həkim olasan deyə bir gözlənti də var idi. Yəni özümün də istədiyi bir sahə idi. Ona görə çox asan olmadı o qərarı vermək, amma yəni bir tərəfdən də riyaziyyatla məşğul olmağı həqiqətən çox sevirdim. Yəni göz ardı edə bilməyəcək qədər. Yəni ona görə də yəni fikirləşdim ki, bir şəkildə tapmalıyam ki, bir yol tapmalıyam ki, mən ikisini də birləşdirə bilim. Və həm də yəni aşağı yaşlarda insan daha fərqli düşüncədə olur. Yəni o yaşda 12-13 yaşında ya da 14-15 yaşında bu bütün peşəni, bütün gələcək həyatın qərarını vermək, yəni onsuz da çox sağlam bir şey kimi gəlmirdi mənə, belə deyək ki. Yəni ona görə elə bir fikrim yox idi ki, yəni mən o qərarı vermişəm, mütləq dönməməliyəm. Elə bir çəkincəm yox idi. Yəni nə ailəm tərəfindən də elə bir deyək ki, düşüncə tərzi görməmişdim. Yəni elə oldu, çox uzun belə araşdırmalar apardıq ki, yəni nə seçmək istədiyim ixtisasda nə kimi imkanlar var gələcəkdə məzun olduqdan sonra və yaxud da dərs prosesi necədir, oxuma prosesi. Yəni çünki mən magistratura və yaxud da PhD-yə qədər də davam etdirmək istəyirəm təhsilimi və bu yəni 10 ilə yaxındır, həyatımın önəmli bir hissəsidir və bunu sırf yəni istəməyəcəyim bir şəkildə sırf müəyyən bir peşəyə görə eləmək istəmirdim, yəni keçirmək istəmirdim. Yəni onu bir proses, yəni uzun bir proses, uzun bir yol kimi baxırdım. Yəni bir hissəsi kimi yox da, bir atılacaq bir addım kimi yox da, bir hissəsi kimi baxırdım. Ona görə yəni sonunda qaçılmaz oldu deyə bilərik, uzun keçsə də proses. Okay. İndi istəyirdim biraz hazırlaşdığın imtahanlar, proses, yığdığınız ballar haqqında danışaq. Yəni mən 10-cu sinifə başlayanda artıq SAT imtahanına hazırlaşmağa başladım. Bu Amerikada yəni universitetlərdə bir çoxlarında tələb olunmasa da, yəni bir çox universitetdə deyək ki, əsas giriş imtahanı olaraq götürülən SAT imtahanına hazırlaşmağa başladım və eyni zamanda IELTS-də, yəni ingilis dili yetərliliyini göstərə bilmək üçün yəni SAT-də sonra 1520 bal topladım. Yəni riyaziyyat 800, verbal hissəsi 720 olmaqla. IELTS-də sonda 8 nəticə alındı. Bunları mən 10-cu sinifi bitirdiyim yayda artıq deyək ki, belə nəticələri yığmışdım. Hardasa iyun, avqust ayına qədər, yəni belə deyək. Mən burada istəyərdim ki, biraz bir neçə indi SAT dövründə olan və ya SAT-yə başlayacaq olan tələbə şagirdlərə ideya olsun deyə, fikir olsun deyə məsləhət kimi verə biləcəyiniz, yaxşı ki bunu eləmişəm və ya yaxşı gərək o vaxtı filan şey başqa cür edərəm deyəcəyiniz nəsə ağlınıza gələn şeylər varsa, onu bölüşərdiniz ki, onlara belə deyək kömək eləyə bilək. Məncə əvvəla yəni ingilis dili bazası çox önəmlidir. Yəni bəzən tələbələr, məsələn, bəzən elə yoldaşlar olur ki, məsələn, fikirləşirlər ki, hə, yəni çox adam 10-cu sinifə qədər, 10-cu sinifdən başlayıb SAT hazırlaşmağa. Yəni bu da gediləsi yol budur, amma yəni elə deyil. Hər kəsin əvvəla yolu fərqlidir və yəni SAT-yə çatana qədər bunun dil hissəsi var, riyaziyyat hissəsi var. Yəni bu bazanın ola bilməsi lazımdır ki, üstünə qurula bilsin. Yəni təbii ki, yəni mən bunu buna görə demirəm ki, artıq 9-10-cu sinifdə olan yoldaşlar belə təşvişə düşsünlər ki, vaxt azdır və s. deyil. Yəni çox yaxşı nümunələr də var ki, digər tələbələr ki, çox qısa müddətdə çox yaxşı şeylər alındılar. Amma yaxşı olar ki, məsələn, aşağı yaşdan ingilis dili və riyaziyyat yəni bazisləri qurulmağa başlanılsın. Hər halda bu valideynlər və müəllimləri daha çox maraqlandıran bir nöqtə olar ki, yəni aşağı yaşdan şagirdləri yönləndirə bilsinlər. Bir də daha texnik şeylərə gələ biləsə olsaq, yəni mən əslində çox lazım olduğundan daha uzun müddət sərf etdiyimi fikirləşirəm. İkisinin də hazırlığına. Düz SAT-yə 10-cu sinifin dekabrından başlamışdım, deyək, ingilis dili hissəsini sırf SAT üçün hazırlaşmağa və s. Yəni təbii ki, ingilis dili hazırlıqları ona qədər gedirdi. Amma yəni o keçirdiyim 6-7 ayı belə deyək ki, bayaq ki, məsələn, bir çox fərqli şeylə məşğul olmağa çalışırdım deyə, həm də bir tərəfdən artıq abituriyent stresi də gəlməyə başlayır. Ona görə yəni daha strategik addımlar atıla bilər, daha yaxşı addımlar atıla bilər ki, daha düzgün zaman bölünməsi olsa ya da o ayların, həftələrin planlaması belə daha düzgün aparılsa, yəni daha az bir müddətə, daha
az zaman itirərək, həm də daha az stres keçirərək hazırlaşmaq mümkün olar deyə fikirləşirəm. Bəs orada neçənci cəhdə, ilk cəhdə yığdın İlk cəhdə və ikincisi. Xoşbəxt adamlardansınız. Mən istərdim ki, biraz keçək artıq universitet listinizə. Hansı ölkələr var idi, hansı universitetlər var idi və artıq orada biraz daha o Amerikanların holistic approach dediyi bu extracurricularları, balları və məktubları necə cəmlədiyimizi orada davam edək. Mən əsas Amerikaya fokuslanmışdım universitetlərə müraciətdə, amma həm də İngiltərədə də bir neçə universitetə müraciət etmişdim. Yəni istər qısa deyə İngiltərədən əvvəl başlayım. Orada düzdür, yəni tibbə birbaşa 18 yaşdan aşağı qəbul edilmirlər, amma yəni bir neçə universitetə yəni istisna hallar ola bilərmi deyə və məktublar yazmışdıq. Bəlkə bu da sən fürsətdən istifadə edə bilərəm ki, yəni universitetlərlə əlaqə saxlamaqdan da çəkinməmək lazımdır. Çünki yəni təzə yəni hər belə deyək də bir dənə bir sistem yoxdur ki, bir dənə bir imtahan portalı yoxdur ki, ya da belə deyək yəni bir şeyin üzərinə aparılmır bütün universitetlərə müraciət prosesi. Ona görə də yəni hər universitetə fərdi yanaşmaq lazımdır. Bu Amerikanın halında daha çox keçərli bir durumda, amma İngiltərədə həmçinin. Orada bir neçə universitetə molekulyar biologiya və s. kimi ixtisaslara da müraciət etmişdim. Orada foundation ili artıq yəni 18 yaş məsələsinə görə idi. Belə İngiltərədə də, Amerikada da daha doğrusu yəni hardasa 20-dən çox universitetə mən müraciət etmişdim. Yəni 30-a yaxın idi səhv eləmirəmsə. Bu biraz əslində çoxdur. Yəni normalda məsələn bölürlər belə safety universitetlər ki, hansı ki bilirsiniz ki, böyük ehtimal olaraq yəni qəbul olasınız. Daha çox belə target universitetlər ki, yəni ehtimaldır ki, qəbul olasınız, amma yəni yenə də hər şey qarantiya deyil əlbəttə. Bir də dream universitetlər var ki, artıq onlar yəni çox top tier universitetlərdir. Mən o safetyləri biraz çox götürmüşdüm. Çünki bilmirəm, bəlkə də FOMO var idi, fear of missing out. Yəni qorxurdum ki, bir şeyi yəni daha yaxşı bir şans olar, birdən qaçıraram əlimdən və yaxud da yəni özümə biraz güvənsizlik var idi ki, safetyləri bu qədər çox tutmuşdum. Amma yəni məncə bir dənə də faktor o idi ki, yalnız Amerika fokuslu gedirdi deyə proses. Yəni Asiya falan yox idi, Avropanın digərləri yox idi deyə. Amerikada biri heç olmasa problem olsa, biri mütləq olsun. Biraz da modu var idi. Dreamlərə kimləri qoymuşdunuz təxminən? Sən bir il keçib, bir il təxminən bilirəm, amma təxminən Dreamlərdə hansı qrup idi? Ivy League universitetlərin hamısı var idi. Dartmouth istisna, yəni bunun içində daxil Harvard, Princeton, Yale, Columbia digərləri. UC-də məsələn UC Berkeley, yəni Kaliforniya məktəblərində Berkeley və UCLA kimilər var idi. UCLA, San Diego hamısı var idi. Bəli. UC-də orada heç kəsin xətrinə dəyməmişdi. Amma məsələn UC Merced-də qəbul gəldi, amma məsələn ən son o qalsa gedərdimmi? Yox, məsələn o düzgün idarə müəyyən qədər əslində o həmin an vəziyyətdə, yəni vəziyyət mənə qane eləyirdi, belə deyək ki, o qədər universitetə müraciət etməyə. Amma belə fikirləşirəm indi baxanda lazım idi məsələn, hər halda yox, həm əlavə stress, həm əlavə vəsaitdir. Amma bu elə bil məncə result olandan sonrakı bəli, result olandan sonra daha rahat olurum demək düzdür. Yəni elə bil çünki elə bil siz eyni dialoqu biz nə bilim 2023-də 23 sentyabrında yaşasaydıq, yenə aşağı-yuxarı məncə o dialoq olasıydı. Yox, risk atmayaq, çünki Amerika üzərindən gedir. Bəs targetlər hansı qrup idi? Valla əslində deyə bilmərəm, çünki target dediklərimdən də bəzilərindən qəbul gəlməmişdi. Amma məsələn, bilmirəm, ən azından bilmirəm, NYU niyəsə New York University gözləyirdim ki, bəlkə gələr, amma məsələn reject almışdım. Amma Georgia Tech, UC San Diego əslində bəlkə target deyil, bilmirəm. Məncə targetdir. Okay. Georgia Tech, University of Washington kimlər var idi. Onlardan qəbul gəldi bəzilərindən. Amma yəni illərdə var idi. Safetylərə nələr qoymuşdunuz? Safetylərə State Universitylər var idi. Michigan State University, Ohio State University, hansı ki qəbul faizləri çox yüksəkdir əslində. Yəni belə universitetlər var idi və UC-ni də gəlməkdə bilirəm. Və proses necə oldu? Orada məktublar, onların Amerikan universitetləri daha çoxlu essay istəməklə məşhurdular. Hansı tərəflərinizi göstərməyə çalışdınız? Məsələn, o Common App essayində ana essayiniz əgər uyğundursa, bölüşə biləcəyinizsə, orada hansı nüanslara özünüzü necə mövqeləndirməyə çalışdınız? Ümumiyyətlə hansı addımlar atdınız ki, sizə qəbullar versinlər də, belə demək mümkünsə?
Mən istəyirəm ki, mümkün qədər bölüşmək istədiyiniz qədər detallara gedək ki, Amerikada top 100-də belə deyək də, indi top 10 ola bilər, top 50 ola bilər, top 100-də oxumaq istəyən şagirdlər, valideylər üçün fikirlər olsun. Belə deyək, Amerikaya müraciət yəni ki, çoxumuzun eşidib Common App üzərindən aparılır, belə bir portal üzərindən. Orada yəni universitetlərə yəni 20-yə qədərdir səhv eləmirəmsə universitetə müraciət edə bilirsiniz. Onun üzərində bir Common App əsas esse olur. Yəni Common App essesi ki, o məsələn 650-600 sözlük bir essedir ki, ora yəni hardasa demək olar bütün universitetlərə danışacağınız özünüz haqqında bir hekayədir. Yəni özünüzü tanıdırsınız orada və bundan əlavə hər universitetin öz esseləri var, öz esse sualları var. Hardasa 5-6 sual olur. Yəni burada da artıq mən yanaşmam belə idi ki, Common App essesində, əsas essedə daha belə yəni fundamental olaraq özümü tanıda bilim. Yəni dəyərlərim nələrdir? Yəni mən nəyə görə məsələn mən öz essemdə bu bayaq da danışdığım var, biraz danışdığım bu tibbi seçmək prosesindən yəni deyək ki, bəhs eləmişdim. Yəni mənim üçün belə həqiqətən də uzun proses idi və bir çox şey də var idi. Yəni həm ailəmdə həkim olduğu üçün, yəni və yəni hər ikisi də həqiqətən çox yəni gündə 10-11 saat işləyən insanlardı və elə şeylər olurdu ki, elə özəl günlər olurdu ki, yəni medal təqdimatı olsun, konsertim olsun və s. yəni ötürə bilirdilər və təbii ki, bu yəni çox işlədikləri üçün və yəni insanlara kömək elədikləri üçün belə deyək ki, yəni bir həkimin vəzifəsi ilk öncə yəni insanların deyək ki, səhhətidir. Yəni məsələn essemdə bundan danışmışdım ki, aşağı yaşlardan yəni gələn necə bir proses idi, belə bir ailədə böyümək necə idi. Və o qədər çətinliklərini görə hələ də niyə məsələn tibb sahəsinə ən azından yaxınlaşmaq istədiyimi və buradakı motivasiyamın nə olduğumu və həm valideynlərimdən nə dəyərlər öyrəndiyimi, həm də ətrafdakı insanlardan nələr öyrəndiyimi izah eləməyə çalışmışdım əsas essemdə. Yəni bunu ona görə ora yazmışdım ki, yəni fikirləşirdim ki, nə ixtisası davam eləsəm də və yaxud da hansı universitetə getsəm də, yəni fundamental olaraq məni bu hekayə izah eləyir. Yəni yenə qədər gördüklərim bunlardır və eləmək istədiklərim bunlardır deyə. Digər tərəfdən universitetlərin artıq özlərinin hazırladıqları suallar məncə biraz daha spesifik olur və burada artıq daha çox imkan yaranır ki, siz həm də göstərə biləsiniz ki, niyə məhz həmin universitet üçün yəni çox yaxşı bir seçimsiz və ya da ora aid hiss edirsiniz özünüzü və ya da onlara inandırmağa çalışırsınız ki, siz həqiqətən də ora aidsiniz. Orada yəni hər universitetin təbii ki sualları fərqlənir. Orada biraz daha yanaşmam o idi ki, həm yəni fərqli tərəfləri izah edə bilim. Yəni əsas essedə, Common App essemdə izah edə bilmədiyim yer çatmayan məsələn tərəfləri izah edim. Çünki yəni 650 söz çox görsənir, amma yazdıqca görürsüz ki, həm də azdır. Yəni digər şeyləri izah edə bilim. Həm də orada da məsələn yanaşmam var idi ki, mən Amerikan universitetlərində məncə core value dedikləri, yəni universitetlərin əsas dəyərləri, yəni üzərində qurulduqları dəyərləri və ya da yaratmaq istədikləri tələbə cəmiyyəti hər universitetin özü üçün fərqlidir. Bəziləri oxşardır, bəziləri tamamilə fərqlidir. Yəni mən hətta 10-cu sinifi bitirən yayda mümkün qədər çalışmışdım ki, yəni bir neçə ayımı mən sərf eləmişdim ki, universitetləri həqiqətən başa düşə bilim, xüsusilə də yəni ən çox getmək istədiyim universitetləri və yəni görüm ki, mən özümün gördüyü işlərdən, yəni işləri necə təqdim edə bilərəm ki, onlara göstərim ki, əslində mən də bu dəyərlərə sahib olmaq istəyən və ya da sahib olan, müəyyən dərəcədə sahib olan bir insanam deyə. Yəni belə bu supplementary esselər deyən hər universitetin öz esselərində də bunları göstərməyə çalışmışdım. Orada hətta maraqlı suallar da var idi. Kolumbiyanın hətta öz sualı var idi ki, oxuduğunuz məsələn hər hansısa kitab, yəni sevdiyiniz hər hansısa kitab, jurnal və yaxud da hər hansısa bir yəni yaradıcılıq işi, yəni orada fərqli şeyləri qeyd etmişdim ki, yəni çalışmışdım ki, onlarda yəni belə deyək fərqli sahib olduğum fikirləri və yaxud da dəyərləri yansıtsın deyə. Dəniz, biraz da bu esselərdə qarşılaşdığın çətinliklər, hansı tip belə deyək də sıxıntılar oldu? Çünki 30-a yaxın universitet, müxtəlif sayda esselər, hər universitetin ayrı gözləntilər. Biraz o təcrübə, yəni hər şeyin güllük gülistanlıq olmadığını biraz da esselər tərəfdən danışaq. Mən ümumiyyətlə esselər hissəsi prosesindən çətinlik çəkdiyim hissələrdən biri də deyə bilərəm. Yəni
Çünki qeyd etdiyim kimi yazmağı çox xoşlayan birisi deyiləm və yəni çünki həm də o qədər çox fikir olur ki, bilmirsiniz nədən yazasınız. Yəni çox şey olur. Bu hissədə məncə dəstək biraz daha mənə çox kömək oldu. Həm Urf komandası, həm də yəni ailəmdən də dəstək gördüm bu sahədə müəyyən deyək ki, müəyyən aspektlərdə. Mama tərəfdən çox ciddi dəstək. Mama tərəfdən çox ciddi dəstək. O həmişə kömək edirdi ki, yəni necə özümü daha yaxşı ifadə edə bilərəm və s. Yəni daha yaxşı idarə oluna bilərmi? Bəli, mən elə var idi ki, düzdür, çalışmışdım ki, yəni çalışırdım ki, əlimdən gələn qədər tez bitirməsələr. Çünki o esselər son günlərə, yəni həftələrə saxlanılacaq bir proses qətiyyən deyil. Yəni bu hər yerdə bu şəkildə tövsiyə olunur və yəni prosesin çox önəmli bir hissəsidir. Amma yəni elə olurdu ki, son həftələrdə yazdığım esselər də var idi. Artıq burada belə deyək ki, daha yaxşı zaman bölgüsü də kömək ola bilər, həm də artıq yazmağı məşq eləmək də kömək ola bilər. Çünki mən yəni o vaxta qədər heç fikirləşməmişdim ki, heç alma belə gəlmirdi ki, bu sahədə əslində pisəm. Çünki yəni belə deyək, düzdür, son illərdə çox dəyişikliklər var, amma yəni bizim kurikulumda, bizim test sistemində məncə bu çox öyrədilən bir şey deyil. Yəni çox az yer ayrılır. Bəli, çox az yer ayrılır. Və yəni mən də heç özüm yəni bundan deyək ki, alma belə gəlməmişdi. Amma sonda yəni gördüm ki, bu çox önəmli bir hissədir. Yəni xüsusilə də günümüzdə yəni hər şey keçin, siz adi işə müraciətlərdə belə CV yazırsınız. O da bir yazmaqdır. Yəni bunların hər birinin öyrənilməsi lazımdır. Lazım olan bir deyək ki, qabiliyyətdir belə deyək ki. Yəni o sahədə dediyim kimi dəstəyin çox kömək olmuşdu. Yəni belə orada məncə bəlkə də dəyişmək istəyəcəyim ən böyük şey olardı ki, yəni çəkinməmək lazımdır yazmaqdan. Yəni bəzi şeyləri yazmaq aktiv bir prosesdir və mən fikirləşirdim ki, beynimdə hər şeyi qurum, nəyi necə demək istədiyimi söyləyim, sonra vərəqə töküm, hər şeydə səliqəli, hər şey mükəmməl olsun. Amma bu reallıqda belə deyil, belə getmir. Yəni çox vaxt aparır. Yəni belə. Müraciət olunan sonra UC-lər noyabrdadır, Kommunəplər dekabrın sonu. Və davamında haralardan intervyular gəldi? Heç gəldi. İntervyu gələn oldumu? İntervyu prosesi təcrübən haqqında biraz danışardınız zəhmət olmasa. İntervyu 2 dənə universitetdən gəlmişdim, yəni Cornelldən və Princetondan. Cornelldə belə maraqlı bir şey oldu ki, yəni intervyular ümumiyyətlə universitetin məzunları və yaxud da universitetin, yəni deyək ki, orada işləyən insanlar tərəfindən keçirilir və bildiyim qədərilə hər regiona məsələn bəzi insanlar assign olunur, belə deyək ki, yəni onların məsuliyyəti o regionu yoxlamaq. Bəzən də elə regionlar olur ki, yəni onun nümayəndəsi yoxdur, belə deyək ki, ya da oranı intervyu götürəcək insan yoxdur və yaxud da yəni bəzən elə olur ki, çatdırmaya bilirlər. Cornelldə məndə elə oldu. Yəni mənə intervyu gələndən bir həftə sonra desin səhv eləmirəmsə, belə mail gəldi ki, yəni intervyu götürəcək adamda mən səyahətə çıxmalıyam. İntervyu götürə bilməyəcəm. Mən hətta onu geri yazdım ki, əgər başqa bir vaxt uyğunsa çox eləmək istəyirəm məsəl. Amma yəni cavab gəldi ki, yox, alınmayacaq. Princeton intervyusu oldu. Bu arada ikisindən də qəbul almamışam. Mən fikirləşdirdim ki, hələ də yaxşı xatırlayıram belə deyək ki, Princeton intervyusunu. Məzun idi eləyən yoxsa komandadan idi? Məzun idi məncə. Hətta səhv eləmirəmsə Azərbaycanlı idi. Bilmirəm, yəni adda bir oxşarlıq hiss etmişdim. Yəni yaxşı keçdiyini fikirləşirdim, yəni yaxşı xatırlayıram hələ də. Düzü, yəni indi belə bir şey var ki, yəni intervyularda çox vaxt deyirlər ki, yəni bəzi universitetlərdə intervyu həqiqətən də yəni müəyyən bir seçilən uşaqlar yəni olur ki, hansılar ki fikirləşirlər ki, yəni o uşaqları qəbul etmək istəyirlər. Sonda artıq intervyu prosesi olur və yaxşı keçirsə artıq demək olar ki, yəni tələbə qəbul olub səhv eləmirəmsə. Amma bəzi yerlərdə də deyirlər ki, yəni intervyu sadəcə sizin universitet haqqında bir şey öyrənməyiniz üçün və ya da bizim sizlə daha fərqli, yəni səviyyədə tanıya bilməyimiz üçün, söhbət apara bilməyimiz üçün bir şansdır. Yəni və bu o demək deyil ki, yəni sizin hər hansısa bir deyək ki, yəni irəli aparacaq applikasiyanı və s. Amma məncə nə qədər deyilsə də, yəni hər halda yaxşı intervyu, deyək ki, yaxşı izlənim müəyyən qədər təsir eləyir.
Princetonla bağlı məncə Princeton hamıya insanlara ümid verib qəbul verməyən universitet kimi mən ən az bakalavr dərəcəsində undergraduate-də, yəni mənim təəssüratım Princetonla bağlı odur ki, ümid verir, amma qəbul vermir, yəni. Əvvələ qədər elə idi. Ya biz hətta Rus komandası ilə də bunu danışmışdıq. Mən müraciət etdiyim ildən əvvələ qədər elə dediyiniz kimi idi. Yəni bir çox fərqli tələbə profillərinə, hətta akademik göstəricilər arasında da bir çox fərq olan tələbə profillərinə intervyular gəlirdi və hamıya ümid verib sonda yəni kəsin, yəni deyək ki, reject olan insanlar çox olurdu. Amma deyəsən, yəni həmin ildə ümumiyyətlə daha az insanlar intervyu gəldi. İntervyunu azaltmağa başladı. Yəni biz belə fikirləşdik ki, bəlkə görəsən intervyuya yanaşmalarını mı dəyişiblər və s. işləyiş proseslərini mi dəyişiblər deyə elə bir ümid yaranmışdı və deyə, amma sonra yenə reject oldu. Yəni üslubu dəyişsə də nəticə dəyişmədi. Amma məncə yəni yaxşı keçmədiyini fikirləşdiyim bəzi yerlərdə var idi. Yəni biraz daha məsəl üçün aça bilsən. Yəni məsələn, bayaq dediyim kimi, məncə onlar çox əslində vurğulayırlar bəzi yerlərdə ki, yəni intervyu sizin üçün də bir fürsətdir ki, siz universitet haqqında öyrənə biləsiniz. Yəni bunu fikrimi heç bir yerdə təsdiqləməmişəm, bilmirəm yəni faktlarını, amma mən elə fikirləşirəm ki, yəni istər-istəməz o verdiyiniz suallar da əslində bir faktordur. Yəni siz haqqında olan düşüncələrini intervyunun sonunda. Və mən o vaxt elə fikirləşirdim ki, yəni mən onsuz da aylarımı, həftələrimi xərcləmişəm bu universitetlər haqqında araşdırmağa və yəni kifayət qədər bilirəm və yəni bunu belə deyək ki, məni irəli apara biləcək bir şey kimi görürdüm. Amma halbuki yəni belə bir reallıq var ki, nə qədər araşdırmış olsanız da, yəni başqa bir qitədən oturub Princeton'un tələbə cəmiyyətini və yaxud da ümumiyyətlə yəni oradakı cəmiyyəti başa düşə bilmək real bir məsələ deyil. Tamam, bəlkə kursları çox yaxşı araşdırmısınız, ya tələbə deyək ki, student klubları çox yaxşı araşdırmısınız və s. Amma yenə də istər-istəməz daha dərin suallar verə bilirsiniz orada. Həqiqətən o universitet haqqında nə qədər maraqlı olduğunuzu göstərə bilər. Yəni mən məsələn orada düzü bir-iki dənə belə sırf sual olsun deyə məsələn vermişdim ki, sizcə görəsən piano çala biləcəyim yəni fürsətlər varmı və s. belə student klublar və yaxud da yəni Princeton'da musiqi şeyi necədir, anlayışı necədir və s. deyə. Amma yəni o qədər yəni səthi bir yanaşma idi məncə. Yəni elə bir biraz daha detala getmək olar. Bəli, bizdən buraxdım fikirləşirəm. Və cavablar çıxmağa başladı. Haralardan rejectlər aldıq. Ümidli olub ümidlərimizi qıranlar, az gözlədiyimiz bizə müsbət cavab verənlər, biraz o detallara keç artıq. Yəni elə universitetlər var idi ki, bilirdim ki, onsuz da böyük ehtimal reject alacağıq. MIT bunlardan biri idi. Amma məsələn Harvard yenə təbii ki, qəbul şansı çox aşağı olan bir universitetdir, amma mən early action'ı da yəni o yəni regular decisionlardan əvvəl hardasa dekabrda nəticələrin açıqlandığı bir oktyabr müraciətləri var. Oktyabr müraciətləri belə deyək var. Mən onu Harvard üçün eləmişdim. Yəni ən çox istədiyim universitet oraydı belə deyək. Orada normalda dekabrda gələn 3 növ nəticə var. Bir var reject, ümumiyyətlə, yəni artıq qəbul olmusunuz, bir var accepted, yəni qəbul olmusunuz universitetə, bir də var deferred. Hansı ki regularda bir də baxacaqlar. O nəticələr hardasa martda çıxacaq. Mən oradan deferred almışdım. Amma ümidli idik. Amma yəni ora müraciət edən oktyabr müraciətlərin 80% hardasa deferred almışdı deyə bir söz də var idi. Ona görə bilmirəm, yenə də ümid saxlamaq istəyirdim ki, bəlkə yəni oradan qəbul alanlardan birisi olaram deyə fikirləşirdim. Amma yəni yenə təbii ki, ehtimallar az idi, amma xəyal ümid o idi belə deyək. Heç nə belə Ivy-lərin heç birinə qəbul olmadım. Ən azından Brown'u gözləyirdim, o da olmadı. Burada bir dənə mən deyim ki, məncə bizim кейsə də tətbiq olunur. Universitetlərin statistikada əhəmiyyət verdikləri bizim ölkədə çox bilinməyən faktorlardan biri yield rate-dir. Yəni yield nədir? Məsələn, tutaq ki, Brown 1000 nəfərə təklif göndərir, onun neçə faizi təklifi qəbul edir. Yəni 1% odur ki, biz məsələn universitetdə dedik ki, biz 5% tələbəni qəbul edirik. Bu əla. Yəni 60000 adam apply eləyibdi. Tutaq ki, 5000 adamı götürdülər, 3000 adamı götürdülər. Bir də bu 3000 adama təklif verirlər. 3000 adam təklif verən bizim кейsdə olduğu kimi çoxlu yerə müraciət edir axı. Tutaq ki, ona bir neçə yer verəndə o haranı seçəcək. Ona görə universitetlər həm də onları seçəcək, elə bil, həm yaxşı uşaq seçməyə çalışırlar, həm də onları seçəcək adamı seçməyə çalışırlar ki, yəni ancaq admission rate yox, acceptance rate yuxarı olmasın, aşağı olmasın, həm də yield rate yuxarı olsun. Yəni onlar uşağı seçiblərsə, uşaq da onları seçsin. Məncə bəzi universitetlər bizim кейsdə
bizim backgrounddan ehtimal elədilər ki, bizi başqa kimsə götürəcək və ona görə çünki məsələn çoxlu fərqli tələbəmizin halında məsələn Salman MIT götürəndə qalan hamı imtina vermişdi Salmanı. Yəni elə bil məsələn sizin halınızda mən düşünürəm ki, Brown falan onsa bizə gəlməyəcək. Faizimizi aşağı salmayaq modunda bir yanaşma eləyiblər. Yəni ki, çünki ən azı mən də orada listdən bir neçəsindən ümidli idim ki, onlar bizə qəbul verə bilərlər və ya vermə şansları var. Amma məncə orada yield rate-i düşünüb eləməmiş ola bilərlər. Bəlkə də yəqin ki, elə bir şeyin də belə bir faktorun da təsiri ola bilər. Amma yəni digər yəni həvəsli olduğum, həm də yəni öz ixtisasım üzrə də yaxşı olduğunu fikirləşdim. Yəni universitetlərdən də qəbul gəlmişdi, Georgia Tech-dən və s. Ona görə biraz səfərimizdə Georgia Tech əslində geri çıxmışdı biraz. Amma yəni ən azından bilirdim ki, yəni bir neçə seçənəyim var. Digər haralardan gəlmişdi? Məncə Penn State gəlmişdi. Bəli, state-lərin demək olar hamısından gəlmişdi. Penn State, Ohio, Michigan kimi onlardan gəlmişdi. Onlar hətta əvvəl çıxır, məncə fevrala tez çıxmışdılar biraz. Tez çıxmışdılar. UC-lərdən bir neçəsindən gəlmişdi. San Diego'dan gəlmişdi. Berkeley-dən waitlist oldu, UCLA reject oldu. Qalanları qəbul gəlmişdi. Belə amma UC-də yəni digər 3-4 məktəbə əslində istəmirdim oranı belə getmək, amma sadəcə UC-nin müraciəti birlikdə olduğu üçün belə deyək, onda müraciət etmiş oldum. Okay. Bir də Kolumbiyadan əslində likely letter gəlmişdi. Mənə o da nədir? Hardasa hər il 200-ə yaxın tələbəyə yəni fevralın sonuna səfərləmirəmsə və ya yəni bu ərəfələrə likely letter göndərdilər ki, biraz daha aç. Yəni bu da yəni çox böyük ehtimal ki, qəbul edəcəkləri tələbələrə, artıq 100% qəbul edəcəkləri tələbələrə likely letter göndərirlər ki, yəni sizin backgroundunuzu yəni biz görmüşük və böyük ehtimal ki, qəbul olunacaqsınız. Yəni bu əgər nəticələrinizi bu şəkildə saxlasanız, akademik nəticələrinizi və ya da digər işlərinizi bu şəkildə saxlasanız, böyük ehtimal qəbul edəcək deyə bir yəni məktub gəlmişdi belə deyək. Məncə orada o likely letterdə iki məsələ var. Bir məsələ odur ki, universitet deyir ki, biz buradayıq, yield rate-i də artırmaq üçün ki, xəbərin olsun, biz buradayıq. İkinci də yəqin ki, biraz stresi azaltmaq üçün ki, yəni martda o qədər gərgin olmaya bilərsən, biz sənə qəbul verəcək. Ən azı yəni biləsən ki, bizdən qəbul var deyə. Və mart ayında nəticələr çıxmağa başlayır. Likely letterdə almısan, martda Kolumbiya qəbul verdi, sonra sənə bir dənə ayrıca research təqaüdü verdi. Biraz o təcrübən haqqında danış. Yəni dediyim kimi Kolumbiya əvvəl likely letter və s. göndərmişdi. Yəni gözlənti var idi, amma yenə də mən həmişə ən pisi gözləyən adamam ki, yəni birdən belə çox son anda fikirlər dəyişir. Yəni çox yəni son anda əgər alınmasa çox məyus olmayım deyə həmişə ən aşağını gözləyirəm həmişə. Yəni o təqaüddə, yəni araşdırma proqramında daha doğrusu Eggleston Scholars proqramında belə deyək ki, ümumiyyətlə universitetin yəni bakalavr tələbələri üçün yəni hər ixtisasda, hər məktəbin deyək ki, universitet daxilindəki məktəblərin, mühəndislik məktəbi və Columbia College-un öz bu şəkildə scholar proqramları var, alimlik proqramları belə deyək. Mühəndislik məktəbi üçün də bu Egglestonda hər il 8, 9, 10 nəfər belə seçirlər. Və yəni oradan da yəni qəbul yəni həqiqətən yəni gözləmədiyim bir nəticə idi. Likely letter gələnə qədər. Class of 2028-də 8-9 nəfərdən biri də sizə verdilər. Bəli, yəni orada ümumiyyətlə birinci ildə gedəndə hətta seminar tipli bir dərs də keçirildi. Orada müxtəlif universitetin içində araşdırma işləri görən insanlar gəldilər, öz layihələrini təqdim etdilər. Sonda bizim də sinfə yəni öz layihələrimizi təqdim etmək, öz fikirlərimizi təqdim etmək fürsətimiz oldu. Hətta mən orada Savanna əlinə verdiyim işin də biraz da yəni daha dərin araşdırma edib orada təqdim etmişdim. Və belə bir ümumiyyətlə $10,000 kimi bir 4 il ərzində istifadə oluna biləcək bir büdcə də ayrılır hər deyək ki mükafatçı belə deyək hər Eggleston tələbəsinə. Bu araşdırma prosesi üçün ayrılan pul. Bu yəni həm araşdırma prosesi üçün, həm də məsələn elə təcrübə proqramları ola bilər ki, yəni ödəniş qarşılanmır. Siz öz cibinizdən qarşılamalı olursunuz. Yəni bu tip şeylər üçün də yəni bir ilin sonunda bir müraciət olur ki, yəni forması açılır ki, siz yayda nə planlar görəcəksiniz və s. Yəni o büdcədən ehtiyac olan qədər sizə verilir. Yəni araşdırma üçün də və ya da bu tip
təcrübə proqramları üçün də. Təcrübə proqramından cavablar çıxandan sonra artıq siz avqustda mən yanılmıramsa avqustun sonuna doğru Amerikaya getdiniz. New Yorka və Kolumbiyaya gedilməyəsi bəlkə də son 50 ilin vaxtlarından birində getdiniz. İlk semestr necə bir təcrübə idi? Şəkidən New Yorka, Kolumbiyaya dərslər, universitet, harda qaldınız? Məsələn, çox ailələrə maraqlı olur ki, evmi tutdunuz, yataqxanada mı qaldınız, təkmi, yoxsa bölüşdü, otağı böl. Çünki təhsil prosesi özlüyündə tək təhsillə bağlı deyil. Burada qida var, evdən ayrılıq var, şəxsi məsələlər var. Biraz o təcrübəniz haqqında da bölüşərdiniz. Düz mən ora gedənə qədər bunlar haqqında heç fikirləşməmişdim. Yəni fikirləşməməyi seçirdim çünki yəni əsas fokusumu belə deyək ki, dərslərdə tutmaq istirdim ki, yəni çətinliklər, hansısa çətinliklər belə deyək, motivasiya salmasın aşağı və sair deyə. Mən orada ümumiyyətlə amma daha doğrusu bəlkə fikirləşmək lazımdır bunu deyərdim. Yəni reallıqlardan qaçmamaq lazımdır məncə. Sonra onu daha çox başa düşməyə başladım. Belə deyək, mən Kolumbiyada 1-ci il yataqxanaları ayrı olur. Əsas kampusda, hətta əsas kitabxananın ətrafında belə 4-5 dənə binadır ki, yəni böyük binalardır ki, orada 1-ci tələbələr qalırlar. 1-ci tələbələrin orada qalması məcburidir hətta. Yəni New Yorkda olan tələbələr belə orada qalırdılar. Əgər çox xüsusi bir hal yoxdursa, bunda məncə ona görə eləyərkən təbii ki, müəyyən bir cəmiyyət daha sıx bir cəmiyyət formalaşsın, daha əlaqələr formalaşsın və s. deyə. Amma yəni hər yataqxana dəyişir. Mən New Yorkda məsələn ev fikirləşmədim çünki yəni New Yorkda biraz daha çətindir. Yəni hər şey bir-birinin üstündədir və s. və yəni həqiqətən yer çox azdır deyə bu iqtisadi cəhətdən də o qədər əlverişli bir yol deyil kimi görsənir indilik belə deyək. Yəni ümumiyyətlə 1-ci ilim çox şey öyrətdi mənə. Onu deyə bilərəm ki, yəni məsələn əvvəl daha çox utancaq bir insan idim. Yəni daha çox yəni belə deyək müəyyən şeylər eləməyə çəkinirdim. Yəni daha belə aktiv deyildim, yəni günlük həyatımda belə deyək ki. Bu qədər aktivitetin içində bir də aktiv deyildim deyəndə insanlara qəribə gələcək ki, bənim üçün aktivlik nədir? Sosial cəhətdən deyək, çox aktiv deyildim belə deyək. Amma yəni New York çox şey öyrətdi mənə. Yəni elə qarışıq bir şəhərdə olmaq çox şey öyrətdi. Həm də insanlar haqqında da, onların müxtəlif mədəniyyəti haqqında da çox şey öyrətdi. Biz gedən kimi birinci orientasiya həftəsi olur və yəni həftə dediyim 10 gün keçirdi, yəni həftədən də çox olur və məncə Kolumbiyada digər universitetlərə baxanda daha detallı bir proses kimi keçirilir bu orientasiya həftəsi və mən orada məsələn gözləmirdim ki, bu qədər şəhərlə bizi deyək ki, tanış eləməyə çalışarlar və s. Yəni bunu gedən kimi məsələn çox xoşlamışdım ya belə bir şey elədikləri üçün. Biz əvvəl biraz qorxuruz belə çəkingəli gəlir, amma yəni sonda deyirsiniz ki, yaxşı ki öyrəndim. Məsələn biz orada müxtəlif qruplar var idi. Təsadüfən həm yəni 4 əsas qrupdan, 4-5 əsas qrupdan birinə düşmüşdü. Bizdə də bizim qrupun əsas deyək ki, işi müəyyən xeyriyyə işləri görən müəssisələrə dəstək vermək idi. Bunun çərçivəsində belə 3-4 gün fərqli yerlərə getdik. Və donation dedikləri, yəni sədəqə deyək də, nəzir deyək. Yəni bəli, məsələn paltar, yəni pul yardımı. Bəli, pul yardımı və ya da istifadə olunmayan əşyaların məsələn toplanması. Yəni bunun kimi çox müəssisələr var, xüsusən New Yorkda. Yəni bunları həyata keçirən müəssisələr var ki, bunları yığılmasını təşkil edirlər və yəni dağıdılmasını, deyək ki, insanlara paylanmasını təşkil edirlər. Yəni biz belə müəssisələrə yəni bir neçə gün məsələn e-mail göndərdik, yəni gəh gedib orada fiziki olaraq işlədik və s. Yəni New Yorkla bu qədər tanış eləmələri, fərqli mədəniyyətlərlə bu qədər tanış eləmələri çox gözəl idi ki, yəni orada yəni musiqidən tutmuş, yəni film dünyasına, kino dünyasına qədər yəni bir çox şeylərin baş verdiyi bir şəhərdir. Və yəni özünüzü tək buraxmamaları yaxşı idi məncə ki, yəni ki, özünüz gedin kəşf edin, nə idi? Yəni ilk tanışlıq var idi təbii. Yataqxanada tək adamlıq otağı idi, yoxsa bölüşürdünüz? Mən birinci ilmi tək qaldım. Yəni birdən-birə gedən kimi çoxluğa düşmək istəmədim. Çünki mən öz personal space-i, öz şəxsi ərazimi qorumaq, saxlayan, yəni xoşlayan bir insanam ki, istəyirəm ki, elə bir yer olsun ki, ən azından mən tək olasınız. Tək ola bilim, yəni gedim orada məsələn elə vaxtlar olur ki, mən özüm tək oxumaq istəyirəm ya və s. Yəni və ya çoxluq bəzən yəni insanı deyək ki, boğmağa başlayır, yəni xüsusi təzə bir yerə gedəndə. İndi növbəti il yataqxana yoldaşım, bir otaq yoldaşım olacaq. İndi
bir neçə həftə əvvəl müəyyən oldu bunlar. İndi danışmağa başladıq ki, və öyrəşməyə çalışırıq bir-birimizə ki, belə mən belə yuxlama adətlərim var. Mən yəni onun belə adətləri var. İndi bir-birimizə öyrəşməyə çalışırıq ki, ora gedək. Bunu universitet təyin edir. Bəli, bizdə universitetdə lotereya prinsipi ilə gedir. Məsələn, nömrələr yəni hər kəsə uyğun bir lotereya nömrəsi olur. Əsasən üst siniflərə səhv eləmirəmsə öncəlik verirlər. Bu şəkildə. Və o nömrəyə əsasən bir sıralamanız olur ki, məsələn, seçim prosesi var. Səhv eləmirəmsə aprel ayının əvvəlindən sonuna qədər davam eləmişdi. Aprelin 24-ü bitirdi. Mən aprelin 24-ü gün çıxmışdı. Yəni ona görə mən artıq ona əlavə vaxt sərf eləmək istəmədim. Həm də fikirləşdim ki, yəni yeni şeylər öyrəndim. Əvvəl çünki seçim eləyə bilmişdim, tək yeri seçmişdim. Daha belə komfort ərazimdən çox çıxmamağı, yəni seçmişdim vədiyə, amma indi maraqlı təcrübə olacağım deyirəm, yaxşı keçər vədiyə. Allah. Biraz da işin akademik tərəfinə keçək. İlk semestr dərsləri nələr oldu? Ümumiyyətlə Amerikada o biraz o mədəniyyət haqqında danış ki, ilk il sıxmalar seçdiyiniz ixtisasla bağlı belə deyək, dadmağa, yoxlamağa imkan verirlər. İlk semestr dərsləriniz, ikinci semestr dərsləriniz, biraz o təcrübəniz haqqında danışırsınız. Bəli, ilk il dediyiniz kimi, yəni biraz daha fərqli şeyləri təcrübə eləməyə çox imkan verirlər, amma mənim halımda belə bir şey var idi ki, yəni seçdiyim ixtisas onsuz da biotip mühəndislik çox belə fərqli sahələri özündə birləşdirən ixtisasdır və yəni hər birində də müəyyən səviyyəyə qədər gedir. Yəni ona görə də düzdür. Yəni belə bir şey yoxdur ki, müəyyən dərsləri müəyyən vaxtda götürməlisiniz, ya bu dərsləri falan vaxtda götürməlisiniz deyə bəlli bir şey yoxdur, amma prerequisite deyilən dərslər var ki, yəni mən o intro dərsləri götürmədimsə, daha sonra onları daha üst səviyyə dərsləri götürə bilməyəcəm. Ona görə biraz daha könüllü olsa da yenə də məcburiyyət. Könüllü məcburi. Könüllü məcburi belə. Amma bir də Kolumbiyada core curriculum deyilən bir dərslər toplusu var ki, yəni 200 ildir artıq hardasa eynidir, belə deyək ki, təbii ki, mövzular dəyişir çünki cəmiyyət dəyişir. Amma başlıq eyni qalır. Amma bəli, başlıq eyni qalır ki, orada məsələn daxildə yazıçılıq dərsi, hansı ki universitetdə, yəni birinci tələbələr ya birinci semestr, ya ikinci semestr mütləq götürməlidirlər. Və Art of Engineering deyə bir dərsimiz var idi ki, bizə yəni sırf mühəndislik məktəbində mühəndisliyə giriş kimi maraqlı layihələrimiz olurdu. Biz model raket hazırlayıb onu parkda gedib uçurmuşduq dərsin sonunda. Belə maraqlı təcrübələr var idi. Həm də yenə fizika, kimya, riyaziyyat olmaqla müxtəlif sahələrdən dərslər götürmüşdüm. Həm də belə yəni yazıçılıq, Art of Engineering kimi maraqlı dərslər də olmuşdu və musiqi tarixi və s. kimi də o core curriculuma daxil olan. Core curriculuma daxildir yəni. Bəli, core curriculumda daxildir. Yəni ona məsələn deyirlər ki, mən çox dərs götürmüşdüm. Yəni ilk semestrdə dərs götürmüşdünüz? 6 idi. Biri seminar dərsi idi, daha yəni bir kredi az idi deyək ki, vaxt ayırma tələbi, amma yəni ümumiyyətlə çoxdur. Hətta akademik advisorum da deyirdi ki, məsləhətçim deyirdi ki, yəni çox yəni bu qədər ehtiyac yoxdur. İndi bu il daha az dərs götürməyi planlayıram ki, yəni daha dərin yəni yanaşa bilim bütün mövzulara belə deyək ki. İkinci semestr bunların davamı idi mi keçirildən? Yəni kimya 2, biologiya 2, fizika 2 belə mi getdi? Bəli, çoxsu davamı idi. Yəni bir core curriculum dərsi səhv eləmirəmsə götürmədim. Sadəcə Art of Engineering var idi. Burada bizi izləyən tələbələrə və ailələrə biraz bu il olan biraz qarışıqlıq və qarışıqlığın həyata ümumiyyətlə sizin üçün bir risk var idimi? Tələbələr üçün bir sıxıntı var idimi? Və ya sıxıntılar hansı etaplarda hiss eləyirdiniz ki, hadisələr biraz daha qarışıq hala gəlib? Biraz o təcrübəni də bölüşmək. Yəni elə bir hər şey güllük gülistanlıq olmadığı üçün məncə belə spesifik sizin üçün çətin olan, proses üçün çətin olan məsələlər də danışmaq istəyirdim. Yəni hamımızın da bildiyi üzrə dünyada qeyri-stabillik var və yəni məncə tarixdən də bu görsənir ki, bu qeyri-stabillik çox vaxt akademiyaya da, o universitet şəraitinə çox təsir eləyir. Çünki yəni hər şeydən qabaq bu tip şeylərə səsini çıxaran ilk insanlar əslində də gənclər olur. Məncə bir çox hallarda. Eynən. Yəni və Kolumbiyada əslində bu işlərin mərkəzində idi. Belə deyək ki, ümumiyyətlə Amerikada yəni bir çox universitetdə protestlər yəni etiraz aksiyaları keçirildi. Yəni və bu qeyri-stabillik hardasa 2 ildir ki, artıq yəni çox pik nöqtəyə yaxınlaşıb belə deyək ki. Yəni bunun içində oldu, yəni insanlar özlərini belə deyək ki,
yəni sabit, stabil bir vəziyyətin içində də hiss eləmirdilər. Yəni qorxan insanlar çox var idi. Universitetin içində belə təbii ki, çox yəni görmək istəmədiyim, heç kəsin görmək istəmədiyi bir haldır. Amma yəni bir tərəfdən də təbii ki, hər kəsin haqqıdır ki, yəni sülhü çox pozmadan, yəni fikirlərini dilə gətirə bilsinlər və bunun üçün bir platform yaradılsın. Təəssüf ki, indi bəlkə də yəni siyasətə burada çox girmək istəmirəm, amma yəni Amerika o ifadənin, yəni necə deyək, o azadlığın ölkəsi kimi görülən yerdə belə artıq son illərdə elə bir vəziyyət oldu ki, yəni tələbələr belə bastırılmağa başlandılar və yəni bu dövlət səviyyəsində keçirildi, belə deyək ki. Son aylarda hətta viza prosesində belə yəni problemlər yaranmağa başlandı. Səhv eləmirəmsə, yəni bu il müraciət edəcək, yəni təzə tələbə vizaları hələ ki intervyu, yəni indilik dayandırılır və gecikdirilir. Yəni tələbələrin sosial media paylaşımları çox yoxlanılır ki, burada yəni Amerikan dövlətinə qarşı hər hansısa bir yəni aksiyalar varmı və s. deyə. Yəni bunun təbii ki, yəni tələbələrin gündəlik həyatına rolu olur, yəni dəyişiklik olur. Məsələn, yəni bizim universitetlərin çox müzakirə olunan mövzulardan biri o idi ki, universitet yəni şəhərin əslində çox qırağında deyil. Yəni bəzi yerlərdə bildiyimiz kimi kampus universitet, yəni kampusu qıraqda olan universitetlər çox var. Məsələn, Cornell və s. kimi universitetlər var. Amma Kolumbiya belə deyil. Yəni kampusun içindən əsas ana küçələr və s. keçir şəhərin. Məsələn, bir ildir ki, artıq o qapılar bağlanıb və yəni böyük bir ərazini insanlar, yəni Kolumbiya tələbəsi olmayan insanlar yəni vəsiqə göstərmədən keçə bilmirlər ki, bu mən əlimi qolumu sallayıb girmişdim məsələn, çox bilmirdim bu detalı. Siz məncə o bağlanmışdan olaydan qabaq idim. Və hadisədən və gəlmişdiniz. Siz dediyiniz kimi ana yoldan getdik, girdik, gəzdik. Doğru. Yəni bu tələbələrdən də yəni içlərindən çox həm etiraz edənlər olur ki, bu məsələyə, həm yəni Kolumbiya New Yorkun bir parçasıdır və siz onu bir cəmiyyətdən, yəni ətrafında olan insanlardan ayırırsınızsa, bu yəni böyük bir zərbə verir. Hər şey bir tərəfə, bu yəni əlilliyi olan insanlar üçün də, yəni təsəvvür edin, bütün bu universitet ərazisini çevrələmək məcburiyyətindədirlər əgər başqa bir yerə getmək istəyirlərsə. Yəni bu ətrafında olan, yəni həm universitetin içində, həm də universitetin deyək ki, ətrafında olan cəmiyyət üçün çox yəni fərqli problemlər yaradır, çətinləşdirir. Təbii ki, bu universitet içərisində güvənliyi saxlamaqdan ötürü məsələn addımlar kimi, yəni deyək ki, elə nəzərdə tutulur, amma yəni heç bir atılan addım yəni birmənalı qarşılana bilmir də, belə deyək ki, yəni hər tərəfdən bir səs çıxır ki, bir fərqli fikirlər çıxır. Yəni belə deyək, onu deyirdim ki, yəni təbii tələbələrin gündəlik həyatına təsirlər verir, amma mənim şəxsi fikrim odur ki, hazırda yəni dünyada elə hadisələr baş verir ki, yəni biz çox, yəni orada olan tələbələr çox şanslı qrupun içindədirlər və yəni sırf yəni belə fikirləşirəm ki, mənim biraz evdən, yəni yataqxanadan kitabxanaya gedəndə çəkdiyim çətinlik mi daha çoxdur, yoxsa bu insanların, yəni tələbələrin etiraz etdikləri aksiyaların səbəbinin, yəni belə bu addımların təsir elədiyi insanlar, fərqli insan qrupları, bunlar immiqrantlar da daxildir və yaxud da hazırda müharibə zonalarında olan insanlar da daxildir. Yəni bu insanların həyatına bu daha çox yəni problemlər gətirir. Yəni təbii ki, bu müqayisə olunmaz səviyyədədir. Ona görə də yəni bu mövzularda artıq həm də beynəlxalq tələb olaraq da, orada international tələb olaraq da biraz yəni neytral qalmaq məcburiyyətində olursunuz, təəssüf ki, yəni. Mənə də elə gəlir. Yəni ki, hətta mən danışanda belə olayların hara gedəcəyini biz bilmədiyimiz üçün mümkün qədər ortaya danışmaq lazımdır. Çünki müxtəlif şəxslərin dediyi kimi, sən əgər international tələbəsənsə, Amerikaya oxumağa getmisənsə, onların gözləntisi odur ki, oxumağa gəlmisən. Yəni ona görə biraz daha hərəkət eləyəndə, xüsusən son dövrlərdə sizin dediyiniz kimi 2-3 ildə biraz daha bu çətin hala gəlibdi. İnşallah ki, hər şey daha yaxşıya doğru düzələr. Biraz da növbəti ilin akademik planlarınız və ümumilikdə long run-da olan planlarınız haqqında eşitmək istəyərdim ki, ikinci kurs hansı dərslər, necə bir yol xəritəsi izləmək istəyirsiniz? Uzun vadədə necə bir yol xəritəsi plan, məsələn ilk il getdiniz, plan o idi ki, master PhD eləyəsiniz, getməmiş. Gedəndən sonra elə planım budurmu,
düz erkəndir təbii ki, bu qərar vermək üçün, amma hal olaraq necə bir haldasınız və təəssürat olaraq necə bir təəssüratdasınız belə deyək? Ümumiyyətlə gələn il götürəcəyim dərs planı bayaq dediyim kimi daha azad tutmuşam ki, amma həm də daha dərin yanaşa bilim dərslərə, həm də bu dərslər yəni əvvəl daha çox iş mühəndisliyi hissəsinin dərslərini götürürdüm, amma indi daha çox tibb hissəsinə yavaş-yavaş giriş etməyə başlamışıq. Yəni başlayacağam götürdüyüm dərslərlə. Və belə deyək, əvvəl əslində Amerikada bildiyimiz kimi məsələn tibb təhsili bakalavr 4 illik bakalavr təhsili ondan sonra bir də medical degree ayrıca 4 illik təhsildə tamamlanır. Yəni əvvəl əslində ora gedəndə belə bir fikrim var idi ki, görəsən davam edərəmmi tibbə? Yəni çünki sırf həkim olaraq fəaliyyət göstərməsəm belə o fikirdən getdikcə yavaş-yavaş uzaqlaşsam belə son 1-2 il ərzində yəni fikirləşdim ki, bu öz sahəmə, yəni acaba eləyərəmmi? Bəli, öz sahəmə görəsən, yəni müəyyən qədər dəstək olarmı və s. deyə. Amma indi daha çox sırf biotibb mühəndisliyi üzrə davam eləmək fikrindəyəm və yəni tətbiqi riyaziyyat üzrə minor deyikləri o, yəni əsas ixtisasdan əlavə bir də yəni türklər anadal yandal deyir. Anadal yandal deyirlər, bəli. Yəni ana istiqamət və yan istiqamət. Daha az kredit götürərək. Bəli, daha az dərs götürərək o ixtisası da götürmək belə deyək ki, yəni onu fikirləşirəm və daha çox süni intellekt və biostatistikaya daha çox marağım yarandığını, yəni fərqinə vardım son 1 ildə belə deyək ki. Yəni hazırda planım o yöndə davam eləməkdir və ümumiyyətlə akademiya həvəsim var həmişə. Yəni akademiyada qalmaq istəyirəm araşdırma işlərində və ya da öyrətmə sahəsində. Amma ona qədər hər halda sənaye təcrübəsində olması çox yəni önəmlidir. Yəni ixtisasım açısından məncə, tərəfindən məncə. Ona görə hələ də qərarlaşdırmağa çalışıram və get-gəldəyəm. Təbii ki, yenə çox şey öyrənəcəm. Hələ bilmədiyim, təcrübə eləmədiyim çox şey var. Amma yəni ümumiyyətlə bu fikirdəyəm ki, yəni həm maraqlarım, həm də görmək istədiyim işlər bu yönə aparır kimi gəlir. Mən bu nöqtədə istəyərdim ki, məsələn, məktəbin 9, 10, 11-ci sinifində olan və Amerika arzusu, xəyalı, planı olan növbəti belə deyək, dənizdə hansısa bir dəniz və ya onun valideyninə baxırsa, onlar üçün bir neçə ideya verəsiniz ki, nələrə fikir versinlər, nələrə erkən eləsələr yaxşı olar, nələrə mütləq siz yaxşı ki eləmisiniz və ya nələri başqa cür eləyərdiniz. Biraz bu fikirləri də bölüşərdiniz. Mən ümumiyyətlə onu həmişə deyirəm ki, yəni yaxşı ki mənim ailəm ingilis dili biliyimi artırmaq üçün, həm də yəni riyaziyyatı da artırmaq üçün. Yəni riyaziyyat elə bir şeydir ki, yəni hər sahə üçün lazımdır. Yəni SAT-də də əsas bir hissənin riyaziyyat olmasından da bu görə biləcəyimiz kimi, yəni o universitet qəbulunun yəni ayrılmaz bir parçasıdır. Yəni mən yaxşı ki bu proseslər aşağı yaşlardan bəlkə fərqində olmayaraq, yəni o vaxtdan belə bir xaricdə təhsil hədəfi planı olmayıbsa da, yəni bu şeyləri inkişaf etdirməyin lazım olduğunu, yəni valideynlərim tərəfindən o işlərə yönləndirilmişəm belə deyək ki. Və yəni yaxşı ki müəllimlərim çox dəstək olublar. Və yəni bəzən elə olur ki, yəni insanın həvəsi olur, istəyi olur, amma lazımı dəstəyi görə bilmir. Bu həm mənəvi cəhətdən psixoloji dəstək olaraq məncə söhbət gedir, həm də yəni şərait yaradılması, yəni fiziki olaraq da şəraitin yaradılmasından da söhbət gedir. Yəni bu tərəfdən özümü çox şanslı hesab edirəm ki, yəni düzgün bir mühitdə olmuşam. Müəllimlərim tərəfindən, valideynlərim tərəfindən. Hamısına buradan salam göndərik. Çox təşəkkürlər dəstəklərinə görə. Tamam. Və yəni onu deyə bilərəm ki, məncə təbii ki strateji addımlar atmaq lazımdır. Yəni çünki bu hər şeyi çatdırmağa çalışım və ya da hər şeyi eləyim, yəni şəklində gedən bir proses deyil, çox bilinməyən yönü var. Yəni realist olmaq lazımdır təbii ki. Amma yəni mən fikirləşmirəm ki, o hədəflərə bir limit qoymaq, yəni bir müsbət tərəf çox vaxt gətirmir məncə. Yəni mən həmişə yəni bəzən elə olur ki, insan fikirləşir ki, yox da mən bacarmaram, nə qədər daha yaxşı insanlar var və s. Yəni bəlkə də reallıqda onu heç kəs deyə bilməz, amma yəni o limiti yüksək tutmağın, o hədəfi yüksək tutmağın mən ziyanını görməmişəm məsələn. Ən azından ona yəni prosesə belə baxırdım ki, tamam
Ya məsələn tutaq ki, deyirəm riyaziyyatda beynəlxalq olimpiada, bəlkə də yəni böyük ehtimal bəlkə də riyaziyyatda beynəlxalq olimpiada qazanmayacağam, IMO-da qızıl medal qazanmayacağam. Amma ən azından məsələn onu xəyal olaraq özünə tutursansa və onu yəni tutursunuzsa və onu eləməyə çalışırsınızsa, o yolda yəni məşğul olduğunuz o proses deyək ki, o yolda riyaziyyatla məşğul olmanız əvvəl-axır bir şey gətirə bilər. Yəni Eynən. ya da bu məsələ effortdur. Bəli, effort yəni orada önəmlidir. Yəni bir son nəticə hələ sonranın işidir. Yəni indi əlimizdən gələni eləməyə çalışmaq məncə fayda verir. Yəni insanlara belə deyək ki, ümumiyyətlə bütün hallarda. Mən sizə təşəkkür edirəm Dəniz, vaxtınıza görə. Sizə növbəti təhsil müddətində önümüzdəki illərdə bol uğurlar arzulayıram. Artıq yəqin ki biz bunu çəkiliş yayınlayanda siz artıq Amerikada olasınız. Bol uğurlar və təşəkkürlər. Təşəkkürlər, çox sağ olun.